İnsan islah üçün necə təvəqqə edir Yaradana? Raf, yəni o yoldaşlarını hər şeydən uca hiss edə bilmir. O qrupu dəyərləndirə bilmir. Yəni bir ruhani sistem kimi dəyərləndirə bilmir onları. Yəni o sistem onun qarşısındadır bir nümunə kimi, ali aləmlərin bir nümunəsi kimi. Sənin bizim dünyamızda heç bir şey görməyəcəksən. Çünki bizim dünyamızda Yaradana aid olan, ruhaniyyətə aid olan heç bir şey yoxdur. Bəs nə var? Əgər mən qrupaya daxil oluramsa və onun əhəmiyyətini, ucalığını hiss etməyə başlayıramsa, yəni bu yuxarıdan gələn bir sistemdir. O sistemə mən daxil olanda, o zaman mən görürəm ki, mən elə bir vəziyyətə düşürəm ki, bu vəziyyət ali aləmlərdən mənim üzərimə çöküb. Bu xüsusi bir cihazdır bu sistem. Əgər mən o cihaza daxil olsam, yəni bu sistemə və yaxud bu maşına, o zaman bu sistem, bu maşın məni ali pillələrə qaldıracaq, ruhani dünyanın ali pillələrinə və mən nə dərəcədə onu qiymətləndirsəm, dəyərləndirsəm, o zaman o məni ali dünyaların ən yuxarı səviyyəsinə qaldıracaq. Yəni, mən indi nə istəyirəmsə, istədiyim odur ki, onlara daxil olum, o maşının vasitəsilə və bu vəziyyətdə onu düzgün dəyərləndirməklə, əgər ruhani aləmlərə qalxacamsa, mənə başqa heç bir şey lazım deyil. Çünki bizim dünyamızda heç bir şey yoxdur. Ruhani aləmdən başqa heç bir şey yoxdur, qrupdan başqa. Və mənə nə dərəcədə çətindirsə, qrupa nüfuz etmək, özümü ləğv etmək, özümü onlara təslim etmək, bu o deməkdir ki, sənin qarşında böyük bir yüksəliş halı var.